Salam əzizlərim, bugün mətbəximdə sadəcə şirniyyat bişmirdi. Bugün evimdə bayramın özü var idi. Xəmiri yoğurarkən hiss edirdim ki, bu adi bir hazırlıq deyil. Hər qat açıldıqca, hər gündə bölündükcə sanki uşaqlığımın Novruz xatirələri də mənimlə birlikdə açılırdı. Paxlavanın qatlarını bir-bir səbirlə düzərkən düşündüm ki, eyni xəmirlə niyə qoğalı da hazırlamayaq? Onsuz da bayram süfrəsi qoğalsız olmaz. Beləcə bir tərəfdə paxlava qat-qat düzülürdü, bir tərəfdə qoğalın ədviyəli qoxusu mətbəxi bürüyürdü. Digər tərəfdə isə mütaqilərə balaca özümə məxsus toxunuşlar edirdim. Bəzən insanın əli iş görür, amma ürəyə dua edir. Ocaq sönməsin deyə, evdən ruzi bərəkət əskik olmasın deyə bu üç neməti ard-arda hazırladım. Çünki o çərşənbəsi bizim üçün sadəcə bir gün deyil. Bugün odun, istiliyin, ailənin birliyin günüdür. Sobanın işığı ilə ocağın alovu bir-birinə qarışmışdı. Şirənin qaynama səsi, qoğalın bişmə qoxusu, uşaqların səbirsiz addımları, onlar dönə-dönə soruşurdular. Hazır oldu. Elə bir zaman daha yavaş keçirdi, amma nəhayət isti-isti şirə çəkmiş paxlavanı süfrəyə qoyanda, qoğalın ilk qatı qırılarkən çıxan səsdə, mutakinin üzərindəki şəkər tozunun işığında bütün zəhmətimin dəyərini gördüm. Uşaqların iştahla yeməsi, həvəslə seçməsi, bir dənə də ver deməsi. Bax, əsl bayram budur. Bu süfrə o çərşənbəmiz üçündür. Ocağımız həmişə yansın, evimizdən istilik əksik olmasın, süfrəmiz həmişə dolu olsun. Çünki paxlavanın şirinliyi, qoğalın ətri, mutakinin zərifliyi, hamısı bir ailənin sevgisi ilə gözəldir. Əzizlərim, bugün mətbəximdə sizinlə birlikdə ot çərşənbəsinin istiliyini paylaşdım. Ocağınız həmişə yansın, süfrəniz həmişə dolu olsun, evinizdən sevgi əskik olmasın. Əgər videomu bəyəndinizsə, ürəyinizdə bir yer ayırın mənə. Çünki mən hər dəfə bu mətbəxdə sizin üçün sevə